uşaqlar son zəng tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, son zəngdə tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır. Emin Əmrullayev ötən ildən başlayaraq tətbiq edilən tam orta təhsil modelindən də bəhs edib. Onun sözlərinə görə, layihənin məqsədi region və rayonların ən bacarıqlı müəllimlərini həmin məktəblərə cəmləşdirərək 10-11-ci sinif şagirdlərinin hazırlığını daha keyfiyyətli şəkildə təmin etməkdir. Müayyət ondan ibarətdir ki, regionun və bölgənin ən belə deyək də bacarıqlı bu istiqamətdə şagirdlərini yox, müəllimlərini istəyirik ki, o məktəblərə yığaq və 10-cu, 11-ci siniflərdə oxuyan şagirdlərin ali təhsil müəssisələrinin hazırlığını təmin edək. Yəni məsələnin müayyəti budur. Bu elə ilkin addımlardır. İnanıram ki, bir neçə il lazımdır ki, biz tam orta məktəb modelini Azərbaycana gətirə bilək ki, uşaqlar 9-a qədər deyək bəlli bir məktəbdə təhsillərini bitirdikdən sonra təmayüllər üzrə müvafiq, belə deyək, ixtisas istiqamətləri üzrə öz hazırlıqlarını tam orta təhsil səviyyəsində davam etdirsinlər və inanıram ki, bu müəyyən mənada ailələrə də dəstək olacaq. Həmin müəllimlərə əlavə imtiyaz və yaxud da güzəştlər əmək daha yüksək olacaq. Nazir bölgələrdəki ali təhsil müəssisələrindəki doktorantura təhsil pilləsində təhsil alanların sayının azalması məsələsinə aydınlıq gətirib. Siz doktorantura olmaq üçün mütləq qaydada həmin ali təhsil müəssisəsində elmi tədqiqat olmalıdır. Elmi tədqiqat olmayan yerdə doktoranturanın olması formal xarakter daşıyır. Bizə isə formal doktorantura bitirmiş adamlar lazım deyil. İkinci, siz rəqəmlərə baxsaz, küllü miqdarda insan var ki, onlar doktoranturaya qəbul olunur. Bu rəqəm səmindir, mən rəqəmi səhv deyə bilərəm, amma yəni bu yarıdan azdır, hətta 10-20% civarındadır ki, yəni kifayət qədər doktorantura bitirmiş, amma müdafiə etməmiş adam var. Yəni onlar müdafiə etsə ölkə üçün bəs qədər doktorant olacaq. Yəni bizim üçün mənim anladığım budur ki, doktorantura, yəni doktorluq deyək, elmi səviyyədə bu status yox, sadəcə olaraq təhsilin növbəti pilləsi və elmi pilləsi olmalıdır. Yəni insanın fəlsəfə doktoru olması onun vətəndaş olaraq fərqli statusda olması anlamına gəlmir. Nazir həmçinin qeyd edib ki, işğaldan azad edilən ərazilərdəki 25 təhsil müəssisəsində son zəng tədbirləri keçirilib, 171 məzun məktəbi bitirib. Emin Əmrullayev onu da qeyd edib ki, böyük qayıdış çərçivəsində növbəti illərdə təhsil müəssisələrinin və şagirdlərin sayı artırılacaq. Rasim Əziz, Fərrux Qafarov, Elbrus Kərimli, Xəzər xəbər.